Salam Melik. Aleykümselam. Bu kız Leningrad'dandır. Bakıya düz 1 milyon adam gelir. 1 milyon deyəndə ki, hamısı burada qalmayacaq. Sizin həyətə bir nəfər düşür, o da bu kız. Hoş gördük. Rahat geldiniz. Adınız nedir? Tanyadır, pis gəlmədin. Laf yaxşı. Harda kalırsınız? Cəbiş müəllim, harda qalacaq? İntrüsdə qalmayacaq ki. Mən də bilməliyəm ki, harda qalacaq, kimin yanında? Üreği hara istese göz üstə yeri var. Ona yer vermek her bir vətəndaşın borcudur. Birinci elə mən özüm. Bəli, qız mənim yanımda qalacaq. Mənim 2 gözlü evim var. Özüm də qop-buluğu təkəm. Qalarsa mənim yanımda qızım. Mən aparacağım qızı. Ha canım, bu olmadı ki. Niye axı sizin evdə? Bəs sizdə qalacaq, 5 nəfər adamsınız, zərafatdır. Bir də ki, mənə nə olub? Mənim neyim sizdən əskikdir, aaa! Qızım, razısan? Bəli, razıdır. Gedib quzu kesim sənə, yorğunsa, gedək dincin ya. Zəhmətim olsun, çəkdir görüm, çamadanı götür. Gedək qızım, gedək, o da qabaqda oluram. Əlindəki nədir? Skripkadır. Oo, laf yaxşı. Mən elə özüm çalğıdan ötürü sinoy gedirəm. Canımda da var, uşaqlıqdan hansı havan eşitdim, o saat yadımda saxlardım. Buyur içəri, geç qızım, geç. Sabah gəlib qarçıqalar apar. Yaxşı, gələrəm. Geç qızım, ne işliyor musun? Buyur içəri.